məzhəblər, əqidələr hamısında təkfir var və xuruc da var. Bir dənə sələfələrdən başqa. Məsələn, cinayət edir bir insan. Tuturlar. Hətta görsələr ki, cinayəti üstə tuturlar. Lakin məhkəmə hələ olmayanacan ona nə deyirlər? Şübhəli şəxs qismində tutulub. Hökm verilmir. İncəliyə fikir vermişəm. Biri şirk eləyir, müsəlmandır, şirk eləyir. Və bu təəccüblü deyil. Nə qədər şirk eləyən var? Küfür, nifaq. Amma müsəlmandırlar, yəni müsəlman sayılırlar elə. Kim şirk eləyir, dərhal müşrik deyil. Kim küfür eləyir, dərhal kafir deyil. Aydın sual verdi ki, bəs biri şirk eləyir, ölüb. Müsəlmandır ancaq. Mən də dedim ki, əgər şirk eləyib, əgər hüccət çatmayıbsa, bəyan olunmayıbsa, aydındır ki, o lab cəhənnəmə girsə də çıxacaq sonda. Xavariclər deyir, bu deyir ki, müşrik cənnətdən çıxacaq, cəhənnəmdən çıxacaq. Bu lab murciyanı, lab belə deyən yox idi. Müşrik ayrı, şirk eləyən ayrı. Yəni, feillə fail ayrılmadısa, bir insanda görsən bir feil, bir əməl, şirk, və salam o insan müşrikdir. Küfür görsən və salam o insan kafirdir. Bəlkə yazığı öldürürlər ki, şirk elə, eləməsə öldürəcəm. Bunlar hamısı ona görə dərhal kafir şirk eləyənə müşrik demək olmaz. Həmçin görsən o insanlar da o kafir, bu deyələ demə. Elə bir ki, biri boğulur. Ne yapıyor? Deyirsən ki batmır, o deyir batır. Batmır, batır. Batmır, batır, yazıb batdı. Yəni onu nə etmək lazımdır? Çıxartmaq lazımdır. Deməli, bunların işi də ancaq batırmaqdır. Çıxartmaqdır. Və ona görə bu xəstəlikdir. Səfihlikdir. Hədisdə də gəlir. Görürsən, onlar elə məsələlərə qarışırlar ki, özləri də çıxa bilməyirlər oradan. Çünki ora elə yerdir ki, orada özləri üzə bilməzlər. Sadəcə nə ediblər? O alimin sözü, bu alimin sözü, o ayə, bu ayə ki, elmdir. Əslində heç nə yoxdur. Lakin bugünkü gün bəzi insanlar çıxır, emosiya ilə insanları öz bidətinə çağırır. Biz müşrikə müşrik deməyək mi? Müşrikə nə deyək? Müsəlman mı deyək? Sən hələ bir qarşındakı insanın müşrik olduğunu isbat et, ondan sonra məndən tələb et ki, mən müşrikə niyə müsəlman deməliyəm? Sən hələ onun müşrik olduğunu isbat etməyərək, birinci sən ona müşrik deyirsən, hökmü verirsən, sonra məndən tələb edirsən, sən niyə buna müşrik demirsən? Yəni bu din emosiya dini deyil. هذه الأضرحة التي أهلكت كثيرا من الأمة بسبب الجهل وبسبب الدعوات المضللة الذي يصرف للبدوي في مصر والذين يدعون عنده ويقيمون الأيام والليالي عاكفين عنده لا يحصون عددا والعياذ بالله. قبر البدوي. والآن من المشاكل التي يعني تواجه الناس أن هناك طلبة علم مشايخ يقولون أن المشرك إذا كان يطوف على القبر ويعبد صاحب القبر ولكنه جاهل أنه ما نسميه مشرك بل نسميه مسلم، وإن قلنا إن فعله شرك ولكن هو غير مشرك. هذه من العجائب، فعله شرك وهو غير مشرك بل هو مسلم، وإذا مات فهو في الجنة لأنه معذور في طوافه على القبر وفي عبادته. لم يقل بهذا أنه يكون مسلما وهو يتعاطى الشرك أحد من السلف الصالح أبدا، ولا حتى من المبتدع، أعوذ بالله. هذا جاهل مركب، هذا سفيه. لماذا؟ لأن الله يقول ومن يرغب عن ملة إبراهيم إلا من سفه نفسه، وملة إبراهيم هي البراءة من الشرك، وأنه لا يكون مسلما إلا يتبرأ من الشرك والتزم التوحيد. هذه ملة إبراهيم، ومن رغب عنها وأفتى بغير ذلك فهو سفيه ليس سلفي وإنما سفيه. يبتعد عنه ويحذر منه ولا تصلوا خلفه